Salam əziz dostlar, YouTube kanalıma xoş gəlmisiniz. Bugünkü videomuz demək kranda suyu açıram. Da, indi su az gəlir ya. Bu da böyle yapıyor. Su az gəlir. Da su gəlirsə zaman bunu bağlayanda görürsünüz bu sönmür. Görürsünüz gedir rəqəm. Suyu bağlamışam. Sönmür, indi söndü. Bunun dərdi nədir? Onu sizə izah edəcəm. Niyə krantın suyunu bağlayandan sonra burada rəqəm hələ də qalır. Yəni sönmür. Siz videonu bəyənin, paylaşın və kanala abunə olun. Demək dostlar, burada altta indi göstereceğim size migrik var. Baba bu hissede burada migrik var. Parmağımı koyduğum yerde. Görüyorsunuz bu migrik. Bu migrikin dəmiri belə deyək də, burada belə bir şey göstərim. Bu tutaq migrikdir. Və bu onun dəmiridir. Bu dəmiri birləşməsi zəif olanda mövcud hal baş verir. Onda sönmür. Bitminutka. Onu elə bil ki, nə edirsiniz? Açırsınız. Bu dəmir yoxdur. Bunu biraz əyirsiniz korpusa tərəf. Kip qalsın. Suyu açanda o aralanır. Bağlayan kimi sırada bağlanır. Amma o aralı qalanda ondan suyu bağlayanda o tam ora oturmur. Oturmadığına görə bir müddət su, yəni açıq olan momentdə bağlasan da, yəni burada yəni işıq sönmür. Rəqəm sönmür. Ona görə bunu əyirsiniz korpusa yapışdırandan sonra migrikə. Ondan sonra dərhal sönür. İndi baxın, göstərirəm sizə. Suyu asmışıq. Migrik öz yerində. Şimdi suyu bağlayacağım. Vəssalam. Yəni sadə bir üsulla migriki sadəcə əyir korpusa, bu ilə də aradan qalxır.